Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün biz sizin üçün şokoladlı tort hazırlayırıq. Əvvəlcə qanajı hazırlayaq. Deməli, 200 mg qaymağı qazana töküb isidirik. Qaynar olduqdan sonra içinə 200 qram qara şokoladı əlavə edib yaxşıca qarışdırırıq. Qanajı başqa bir qaba əlavə edib, üstünü salafanla örtüb, ev temperaturunda soyuna qədər qoyuruq. Biskviti üçün bizə 2 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan bitki yağı, 1 stəkan süd, 2 xörək qaşığı kakao, 1 paket qabartma tozu, 1 çay qaşığı vanil və 1 stəkan un lazım olacaq. Öncədən isidilmiş sobaya 180 dərəcədə bişməyə qoyuruq. Biskvitimiz 10 dəqiqəyə hazır olur. İslatmaq üçün bizə yarım stəkan süd, 1 xörək qaşığı qəhvə lazım olacaq. Onu yaxşıca qarışdırıb biskvitimizi isladırıq. Biskvitimiz südü tam canına çəkdikdən sonra qanajı əlavə edib üzərini ağ şokoladla bəzəyirik. Tez başa gələn asan və çox ləzzətli şokoladlı tortumuz hazırdır. Nuş olsun. Kanalıma abunə olub bəyənməyi unutmayın.